17 yaşadək futbolçulardan ibarət komandamız Affanın Mərdəkanda yerləşən məşq mərkəzində hazırlığını davam etdirir. Neftçi TV olaraq 10 günlük hazırlığın 4-cü gününü komandamızla birgə keçirməyə qərar aldıq. Komanda heyəti günə saat 8-ə təyin olmuş səhər yeməyi ilə başladı. Təxminən 1 saat davam etmiş səhər yeməyindən sonra ilk məşqə təyinat üçün 2-ci mərtəbədə yerləşən konferans zalına toplaşdıq. Baş məşqçi Elşad Əhmədovun rəhbərliyi ilə keçirilən 15 dəqiqəlik təlimatda məşqin planı futbolçulara təqdim edildi. 30 metr məsafələrə sürətlə qaçış, maksimum sürətlə qaçış. Hər adama burada eləyirik 6 dəfə. 6 dəfə eləməyimiz olayaqdır bizim bir seriyamız. Bir seriya 6 dəfə elədik, qutardıq. Pauza aktiv olayaqdır. Onun için de 4 dəqiqə pauza, təmiz pauza toplarla çiləmək, özümüzə gəlmək. Sonra bunu bir də eləyirik, 2 seriya olayaqdır. Və məşq başladı. İsimə hərəkəti ilə başlanan məşq 2 tərəfli oyunla yekunlaşdı. Gündəlik plana əsasən nahardan sonra komanda üçün istirahət saatı başladı. Gənclərimiz səhər məşqinin yorğunluğunu elə futbola baxa-baxa çıxardırlar. Hər şey yüksək səviyyəlidir. Gündə 2 dəfə məşq edir. Məqsədimiz çempion olmaqdır. 13-ü, 17-si yoldaş görüşləri təşkil olunacaq. Burada zəif uşaq yoxdur. İnşallah hamımızın birinci məqsədi əvəzedici komandaya, sonra da əsas komandaya düşməkdir. İnşallah hamımız şey. 10 günlük toplanışın 4-cü günü başa çatmaqdaydı. Hazırlıq planına əsasən 2-ci məşq saat 16:30-da başladı. Bu 17 yaşadək futbolçularımızın təlim məşq toplanışının sadəcə bir günü idi. Hazırda onların sıralarından 6 futbolçu milli komandanın düşərgəsindədir. Gənclərimiz 2 cəbhədə, həm milli komanda, həm də Neftçinin uğurları üçün səfərbər olublar. Bizə isə yalnız uğurlar diləmək qalır.